Öldürülmüş rəhbərdən hədəfə çevrilmiş varisə. Xübrəgan Məclisinin dini nasist, Müctəba Xamneyi üzərindəki riski. Müəllif Həbib Yakamos. Amerika və İsrail koalisiyasının Tehran üzərindəki ağır hücumlarının tozu hələ yatmadığı və İranın hərbi infrastrukturunun məhv edilməsi əməliyyatının 9-cu günü yaşandığı bir vaxtda Xübrəgan, Ekspertlər Məclisi təcili addım ataraq Müctəba Xamneyini İran İslam Respublikasının 3-cü rəhbəri kimi təqdim etdi. Bu təyinat İsrailin 24 saat ərzində yox edilməsi doktrinasının yerini Tehranın strateji imkanlarının addım-addım yox edilməsi acı reallığına verdiyi bir şəraitdə baş tutur. Beynəlxalq aləmin bu canişinliyə reaksiyası kəskin və xəbərdarlıq dolu olmuşdur. CIA-nin keçmiş rəhbəri David Petraeus, CNN-ə verdiyi müsahibədə bu seçimi praqmatik bir rəhbərin ortaya çıxacağına dair əbəs ümidlərə vurulan son zərbə kimi dəyərləndirdi. Həmçinin Lindsey Grahamın Müctəba Xamneyini açıq şəkildə dini nasist kimi təsvir etməsi Tehran və Vaşinqton arasında tam diplomatik çıxılmaz vəziyyətin göstəricisidir. Fox News da daxil olmaqla dünyanın mötəbər media qurumlarının məlumatına görə Donald Trump'ın hər hansı bir canişinin sonunda hədəf alınacağı ilə bağlı birbaşa xəbərdarlığı yeni rəhbərlik kürsüsü üzərində terror və ölüm kölgəsini daha da ağırlaşdırıb. O rəhbər ki, illər öncədən İran xalqı "Müctəba, öləsən, rəhbərliyi görməyəsən" deyə qışqırırdı. Analitiklər inanırlar ki, Müctəba Xamneyinin seçilməsi iqtidarın gücündən deyil, rejimin sarsılmış bədənindəki hakimiyyət boşluğu qorxusundan qaynaqlanır. İsrail öldürülən rəhbərin canişinini də təqib edəcəyini rəsmən elan etdiyi bir vaxtda, onun təyin olunması idarəçiliyin davamından ziyadə daha çox bir siyasi və fiziki ölüm hökmünə bənzəyir. Düşmənin şimşək sürəti ilə məhv edilməsi ilə bağlı boş iddialar və İranın həyati əhəmiyyətli obyektlərinin real məhvi arasındakı kəskin ziddiyyət 10 illiklər boyu təbliğ edilən çəkindirmə strategiyasının tam iflasını nümayiş etdirir.